Bu gün Azərbaycanın əhalisi dərsi ilə sizin qarşınızdayam. İndi isə keçək dərsin izahına. Deməli, Azərbaycan əhalisinin dərsinə keçməmişdən əvvəl ümumiyyətlə biz görək Azərbaycan hansı regionda yerləşir? Azərbaycan hansı ərazilərdə yerləşir coğrafi mövqeyi baxımından? Yəni bunun da təsiri təbii ki, çox böyükdür Azərbaycanın əhalisinin formalaşmasında, Azərbaycanda baş verən dəyişikliklərə böyük təsir edir. Deməli, burada 3 beynəlxalq sərhəd müəyyən olunub. Onlardan birincisi Ptolemey və Strabona görə ümumiyyətlə Avropa və Asiyanın sərhədləri bax bu hissələrdən keçir. Yəni bu birinci onundur. İkinci sərhəd isə 1964-cü ildə Londonda Beynəlxalq Coğrafiya Konqresində qəbul olunmuş qərara görədir ki, bax, yəni bu qırmızı xəttdən keçən bu ərazilərdən yuxarı Avropa, aşağı isə Asiyadır. Burada da təbii ki, Azərbaycan hər iki halda Asiyaya düşür. Ancaq 2015-ci ildə Rusiya, Qazaxıstan, Azərbaycan coğrafiyaçıları Beynəlxalq Coğrafiya İttifaqında verdiyi təklifə görə əsasən Azərbaycanın şimal hissəsinin kiçik bir hissəsi belə deyək, Avropaya, qalan hissələri isə Asiyaya düşdüyü qeyd olunur. Yəni bu əsasən Avropa ilə Asiyanın toqquşma, yəni birləşmə sərhədində yerləşir Azərbaycan. Ümumilikdə daha dəqiq desək, Asiyada Azərbaycan özü mövqeyi baxımından Azərbaycan burada yerləşir. İndi isə Azərbaycan əhalisi ilə bağlı. Azərbaycan ümumiyyətlə xalqları tarixən tarixin səhnəsinə ilk olaraq eradan əvvəl 3-cü minilliyin ortalarında çıxmışdı. Burada Azərbaycan xalqı belə deyək də Mərkəzi Asiyadan formalaşaraq qərbə doğru geniş miqyasda köç edən tayfalardan ibarət idi. Yəni tayfalardan təşkil olunub. Onlardan Oğuzlar, Qıpçaqlar, Qarluqlar və digər türk tayfaları mühüm rol oynamışdı. Yəni burada Oğuz, Qıpçaq, Qumluq, sonra Qarluq, bax bunlar bura daxildir ki, bunlar qərbə doğru hərəkət edərkən, qərbə doğru gələrkən Azərbaycan ərazisində də nəmişdi, məskunlaşmışdı və burada yaşamağa başlamışdı. Ümumiyyətlə Azərbaycan əhalisinin 4 mərhələdə müxtəlif hadisələr baş vermişdi. Məsələn, 7-ci əsrdə ərəblər hücum eləmişdi. Ərəblərin hücumu nəticəsində Azərbaycanda əhali İslam dininin yayılması sürətlənmişdi və İslam şərq mədəniyyətinin təsirinə məruz qalmışdı Azərbaycanda yaşayan əhali 7-ci əsrdən etibarən. Daha sonra 8-19-cu əsrlərin əvvəllərində ölkəmiz İran-Rusiya hərbi meydanına çevrildi və Azərbaycan iki tərəfə bölündü. Azərbaycan belə deyək, böyük türk sivilizasiyasının belə də iki yerə parçalanması nəticəsində Şimal və Cənubi Azərbaycana bölünməyə məruz qalındı. Burada da əsasən uzun müddətli bu təzyiqlərə məruz qalsalar da Azərbaycan şimalı və cənubu öz belə deyək, etnik bütövlüyünü hələ də qoruyub saxlaya bilirlər. Və növbəti 20-ci əsrdə necə olmuşdu? 20-ci əsrdə isə Rusiyada Azərbaycan əhaliləri Qafqaz müsəlmanları adı ilə adlandırmağa başlandı. 1918-ci ildə ilk olaraq Azərbaycan Demokratik Respublikası ADR yarandı. ADR dövründə ölkə sərhədləri dünyanın bir çox ölkələri tərəfindən tanınmağa başladı. Xalq öz İslami kimliyini, milli kimliyə keçirmək və o dövrdə Avropada təhsil almış ziyalıların ən böyük arzusu idi ki, milli kimliyə keçirilməsi, xalqın öz milli mədəni belə deyək, ideologiyasını yaşatması idi ki, məhz buna görə də ziyalılar əlindən gələn edirdilər və bu da şərq və qərb mədəniyyətindən sintez yaradaraq, yəni 20-ci əsrdə artıq formal əhalimizdə şərq-qərb mədəniyyətinin qovşağına çevrilmişdi. Sovet dövründə necə olmuşdu? 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti quruldu və burada isə Sovetin əsas ideologiyası o idi ki,
türkçülüyü, İslamçılıq prinsiplərinin məhv edilməsidir. Yəni yerli əhali türkəm deməsin, İslam adət-ənənələrini eləməsin. Yəni bunu əsasən adət-ənənələrini məhv eləmək istiqamətlənmişdi Sovet ideologiyası. Əksər belə deyək də ziyalılar bu ideologiyaya qarşı çıxırdılar və bunlar da repressiyaya məruz qalmaq səbəbləri idi ki, Sovet dövründə. Sonrakı Azərbaycanda demoqrafik vəziyyətə baxsaq, deməli 1897-ci ildə Azərbaycan əhalisi 1,8 milyon nəfər olmuşmuş. 1897-ci ildən danışıram mən sizə. 2014-cü ildə artıq 9,4 milyon nəfərə çatmışdı. Onlar 51% qadınlar, 49% isə kişilər təşkil edir. 2014-cü il təbii belə deyək də məlumatlarına görə təbii artım 12,4 nəfər olmuşdu. Ancaq hal-hazırda təbii ki, bu təbii artım azalmış, 4-5 belə deyək nəfərə düşmüşdür. Doğulan uşaqların sayı 53,6% oğlan, 46,4% isə qızlar təşkil olmuşdur. Yaşlı əhalinin ümumi əhalinin 11%-ni cəmi təşkil etmişdir. Orta ömür müddəti respublikamızda belə deyək 2,6 yaş, o cümlədən kişilərdə 69,9 yaş, qadınlarda isə 75,4 yaş hesab edilmişdi. Bu rəqəmlər 2008-2013-cü ilin rəqəmləridir. Bunlara biraz diqqət yetirək. Azərbaycanda 1900-cu illərdə əhalinin sayı 2 milyon nəfərə çatmışdı. SSR dağılan ərəfələrdə, yəni 1990-cı ildə təbii artım hər 1000 nəfərə 20 nəfər olmuşdu. Təsəvvür edin. Sonra 2003-cü ildə 8 nəfərə düşmüşdü. 2015-ci ildə artım çoxalmışdı. 1000 nəfərə 11,7 nəfər. Ən yüksək təbii artım olan ərazilər Lənkəran, Naxçıvan və Kür-Araz ovalığının bir çox rayonlarında müşahidə edilmişdi. Lənkəranda, Naxçıvanda, bir də Kür-Araz ovalığında. Əhalinin ümumiyyətlə sayının miqrasiyası da təsir edirdi. 2011-ci ildə Azərbaycanın 484 nəfər həmişəlik tərk etmişdi. Bu rəqəm son dövrlərdə 1000-i keçir. 2181 nəfər isə daimi yaşamaq üçün bura gəlmişdi və bu əhalinin sayına ciddi təsir etməmişdi. Ancaq son dövrlərdə bu ölkədən gedənlərin sayı da artmaqdadır. Ölkədə kənd və şəhər əhalisinin sayına nisbətinə baxsaq, ölkədə şəhər və kənd əhalisinin nisbəti əvvəl 1970-ci illərdə təxminən bərabər olmuşdur. Ondan sonra, yəni 1975-dən ta ki 2018-ci ilə qədərki dövrdə əhalinin sayı şəhər əhalisinin, ümumi əhalinin payının şəhər əhalisinin sayına tərkibinin artması müşahidə edilmişdir. Həqiqətən də belədir ki, şəhər əhalisinin sayı artır, kəndlər gündən-günə boşalır və kənd əhalisinin sayı da azalır. Bu, yəni müşahidə etdiyimiz son dövrdə baş verən hadisələrdən biridir. Əhalinin milli tərkibi Azərbaycanın belə deyək də birinci bu hissəyə baxaq. Azərbaycanlılar milli tərkibə görə 8 milyon azərbaycanlı, 180 min təqribən, bu dəyişə bilər. Çox da fərqli bir rəqəm olmaz son dövrlərdə. Ləzgilər, ermənilər 120 min, əsasən Xankəndində, digər ərazilərdə yaşayan ermənilərlə birlikdə hesablanmış bir rəqəmdir. Təqribi ruslar 119, talışlar 112 min, avarlar 50 min, tatlar 26 min, sonra tatarlar 26 min, tatlılar 25 min, Ukraynalılar 21 min, Saxurlar 12 min, Gürcülər 10 min, Yahudilər 9 min, Kürdlər 6 min, Qırğızlar 4 min, Udinlər 4 min, bir də Xınalıqlar isə 2 min nəfərə yaxın təşkil etmişdir. Yəni bu rəqəmlər dəyişə də bilər təbii ki, ancaq elə də çox dəyişiklik olmayacağına əminliklə deyə bilərik. Əhalinin milli tərkibində ən çox indi 2009-da da aparılıb, 2019-da da aparılıb. Burada kitablarda hələ də qeyd olunmayıb. Deməli siyahı alınma zamanı şəxsin milliyyəti soruşulur. Valideynləri tərəfindən də, yəni təzə uşaq olanda da, yeni uşaq olanda da, doğulanda da bunu valideynləri seçir. Ümumiyyətlə respublikamızda Naxçıvandır,
Arandır, Dağlıq Şirvandır, bir də Gəncə Qazax regionudur ki, yekcins olan ərazilərdir. Burada əhali yekcinsdir. Yəni burada yalnız türklər yaşayır, yalnız belə deyək, bir növ xalqlar yaşayır da, yəni türklər yaşayır. Şəki-Zaqatala iqtisadi rayonunda əhalinin milli tərkibi isə mürəkkəbdir. Burada avarlar, ləzgilər, saxurlar, inqiloylar, udinlər, Qafqaz dil ailəsinə mənsub olan xalqlar burada yaşayır. Avar, ləzgi, saxur, inqiloy, udinlər bura daxildir. Ölkənin cənub-şərqində yerləşən Lənkəran-Astara iqtisadi rayonunda isə milli tərkibində Hind-Avropa dil ailəsinə İran qrupuna daxil olan talışların sayı xüsusilə də Lerik rayonu, Astara və Masallı və Lənkəran rayonlarında çoxdur. Quba Xaçmaz fiziki coğrafi rayonu milli tərkibi mürəkkəbdir. Burada ləzgilər, tatlar, qırızlar, buduqlar, yahudilər, xınalıqlar burada yaşayır. Yuxarı Qarabağ, Kəlbəcər iqtisadi coğrafi rayonlarında isə Yuxarı Qarabağ və Kəlbəcər, yəni Şərqi Zəngəzur köhnə bu iqtisadi rayondur. Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunda əsasən kürdlər və ermənilər 170 il əvvəl Çar Rusiyası tərəfindən bura köçürülən ermənilər yaşayırlar. Əhalinin milli tərkibinə görə Azərbaycanın ən mürəkkəb iqtisadi rayonu Abşerondur. 19-20-ci əsrin əvvəlində neft sənayesinin inkişafı ilə bərabər əlaqəli regionlardan başladı bütün insanlar Bakıya axışmağa. Bunun nəticəsində müxtəlif xalqlar burada məskunlaşdı. Əhalinin milli tərkibində bir neçə nəsil bu ərazidə yaşamış. Ruslar, Ukraynalılar, Tatarlar, yanaşı əsasda Xızı rayonunda yerli tatlar da olmuşdu. Bu ərazilərdə yaşamışdılar. Yəni ən mürəkkəb regionlardan biri Abşerondur. Azərbaycanın milli tərkibinə görə əhalinin. Digərləri də qeyd etdiyimiz tərzdədir. Sonra gəlir məskunlaşma. Azərbaycan ərazisində əhalinin qeyri-bərabər məskunlaşıb təbii ki. Ölkədə 76% düzəndə və hündürlüyü 500 metrə qədər olan hissələrdə yaşayırlar. Ən yüksək yaşayış məskənlərimizdən biri olan, məntəqələrdən biri olan Kəlbəcərin Yuxarı Bağırsaq kəndi 2330 metr hündürlükdə yerləşir və Qubanın Xınalıq kəndi 2350 metr hündürlükdə yerləşən kəndlərdir. Əhalinin sıxlığı müxtəlif ayrı-ayrı regionlarda təbii şəraitin müxtəlifliyi və əhalinin təbii artımının fərqli olması ilə əlaqəlidir. Yəni əhalinin sıxlığı təbii artımının belə deyək müxtəlif olması ilə və yaxud da əhalinin təbii şəraiti ilə də bağlıdır. Təbii ki, yüksək dağlıqda, əlverişsiz ərazilərdə əhalinin sayı da təbii ki, az olacaq. Ən çox sıxlıq Abşeron yarımadası, xüsusilə də Bakıdadır. Hər kvadrat kilometrə 1040 nəfər düşür. Ən az isə sıxlıq və orta və yüksək dağlıq ərazilərdədir. Ən az sıxlıq yüksək və orta dağlıq ərazilərdədir. Həmçinin çox quraq iqlimdə seçilən düzən rayonlarda da bu belə deyək, əhalinin sıxlığı nədir? Azdır. İndi təbii artımın rayonlar üzrə statistikasıdır. Yadınızda saxlayın. Ən çox fikir verin burada təbii artıma görə hər 1000 nəfərə 12,1 14,2 arasında baxın Yardımlı, Cəlilabad, Biləsi var. Bir də Qobustan belə deyək, neynəmişdir? Fərqlənmişdir. Yəni ən çox təbii artım bu 4 rayondadır. Qobustan, Biləsi var, Cəlilabad və Yardımlıdır təbii artımı. 12,1 14,2 arasındadır. Ondan sonra digər ərazilərdə məsələn Qubadır, Qəbələdir, ondan aşağıda yəni 10,1 ilə 12,0 arasında. Xocalıdır, sonra Xankəndidir, Xocavənddir. Burada məsələn Salyan, Hacıqabul, Şirvan, Sabirabad, Saatlı, İmişli, Beyləqan. Bax bu ərazilərdir. Şamaxıdır, Ağsudur. Bu ərazilərdə də 10-dan 12 arasındadır. Ən çoxları hansılar oldu? Qobustan, Biləsuvar, Cəlilabad və Yardımlı rayonlarında daha çox təşkil edir. İnzibati rayonların əhali sıxlığına görə, ümumiyyətlə dövlət statistikasına görə əhalinin sayı 2018 dekabrın 1-də 9.974.578 nəfər çatıb.
1 kvadrat kilometrə əhalinin sayı 115 nəfər olub. Ümumi əhalinin 52,9% şəhərdə, 47,1% isə kənddə sakinləri əhatə edib. 49,9% kişilər, 50,1% isə qadınlar təşkil edir. Azərbaycan 2015-ci əmək ehtiyatının 51% kişilər, 49% isə qadınlar təşkil edir. İndi burada da görürsünüz, əhalinin sayının ən aşağı olduğu ərazi 3 rəqəmi ilə təxminən 16.000 nəfər olan Xızı rayonudur ki, ən az burada əhalinin sayı var. Məsələn, burada fikir versək, diaqramda əhalinin sayı 50.000 nəfərdən az Zulfas, Siyəzən, Ordubad, Daşkəsən, Xızı, Oğuz, Qubadlı, əhali 50.000-dən 100.000 nəfər arasında Ucar, İsmayıllı, Qəbələ, Saatlı, Ağstafa, Goranboy, Qax, Şamaxı kimi rayonlarımız, əhalinin sayı 100.000 nəfərdən çox olan Xaçmaz, Quba, Abşeron, Kürdəmir, Şəki, Tovuz, Cəlilabad, Göyçay kimi ərazilər də bu xüsusiyyətə görə fərqlənir. Azərbaycan təbii artımın diaqramı deyəndə biz nəyi fikirləşəcəyik, nəyi götürəcəyik? Təbii ki, Azərbaycanın, yenə deyirəm, son dövrlərdə təbii artım çox aşağı düşüb. Məsələn, 20 nəfər idisə lap əvvəllər, indi artıq bu 4-5 nəfərə düşüb, hər 1000 nəfərə təbii artım. Ancaq burada belə bir artma, belə deyək, diaqramı da görürük. Bu sizi çaşdırmasın. Əhalinin sayı zaten artır. Yəni sıfıra düşənə qədər, mənfiyə düşənə qədər bu artım olacaq. Mənfiyə düşəndən sonra artıq azalma müşahidə edilir. Çünki uşaq olmayacaq, nəticədə nəsil qocalacaq və yavaş-yavaş nə olacaq? Əhalinin sayı da azalacaq. İndi burada əhalinin sayı artır. Ancaq təbii artım azalır. Bunu yadınızda saxlayın. Yəni burada desə əhalinin sayı necə dəyişir, təbii artım necə dəyişir? Bunu belə yazacaqsınız. Əhalinin sayı artır, təbii artım azalır. Burada doğulan və təbii artım arasında belə deyək fərqlər də var. Doğulanlarla təbii artım arasında fərq, doğulanlar da azalır, təbii artım da təbii ki azalacaq. Bu da əsasən bu diaqramda da bizə göstərilib. İndi burada iqtisadi rayonlar üzrə biz təbii artımın ən çox olduğu rayonlara əsas fikir verəcəyik. Məsələn, burada fikir verin. Böyük Qafqaz iqtisadi vilayətində 7,7 nəfərlə Dağlıq Şirvan, 7,1 nəfərlə olacaq Quba Xaçmaz, fikir verin. Bu ərazilərdə daha çoxdur. Kür Arazda 7,2 Mil Muğan iqtisadi rayonun üstünlüyü təşkil edir. Sonra Lənkəran 7,3 ilə demək ən çoxdur. Və yaxşı, gəlin görək ən az hansı iqtisadi rayonumuzda belə deyək də təbii artım var. Fikir verin, burada Gəncə Daşkəsəndə, Kiçik Qafqaz vilayətində, yəni bu 2,0-dır. Yəni 2,0-dır. Yəni ən az buradadır. Ondan sonra da elə Bakının özündə də 3,4, 3,8 Naxçıvandır. Ən çoxları hansılar oldu? Lənkəran, Astara, Dağlıq Şirvan, Quba Xaçmaz, bir də ki Mil Muğan. Ən aşağılar Gəncə Daşkəsən, Bakı və Naxçıvan ən iqtisadi rayonlar arasında ən az belə deyək təbii artıma aiddir. Burada da iqtisadi rayonların demoqrafik göstəricinə baxsaq, görürük ki, burada da təbii artım, burada da verildiyi kimi yenə Lənkəran, Astara çox. Burada mərkəzi, burada Dağlıq Şirvan, daha doğrusu 7,7, 7,1 Quba Xaçmaz. Bax, bu ərazidə bir də 7,2 Mil Muğan burada daha çox üstünlüyü təşkil edir. Ən azısı Gəncə Daşkəsəni təşkil edir. Bu da əhalinin saylarıdır və sahəsinə görə inzibati rayonlardır. Bunlara da fikir verərsiniz. Sonra cins yaş piramidası. Fikir verin, Azərbaycanda 0-4 yaş, yəni uşaq vaxtı Azərbaycan əhalisinin belə deyək, oğlan uşaqları üstünlük təşkil edir. Yəni burada doğulanda 0-4 yaşa qədər. Sonra orta yaşlılarda isə artıq o kişilərlə qadınların belə deyək sayı bərabərləşir. Diaqramda da fikir versəz. Yuxarı yaşlarda isə əsasən nə olur? Qadınların sayı önə keçir. Kişilər orta yaşı az olduğu üçün qadınların yaş ortalaması, yəni sayı üstünlük edir. Burada bir də dövlət bu hansı sosial problemlərə durur? Bu dövlətin qarşısında duran əhalinin artımına uyğun olaraq yeni məktəb, bağça, idman kompleksi, xəstəxanaların tikilməsi də bura aiddir. Sonra burada bir növbəti bizim belə deyək də elə əhalinin
milli tərkibi ilə bağlı xəritə formasında da bunları qeyd edəcəyik. Burdan nədən söhbət gedir? Burada əsasən hansı regionda hansı xalqlar yaşadığını burada göstərir. Məsələn, biz qeyd etdik ki, Şəki-Zaqatalada avarlar, ləzgilər, saxurlar, sonra udinlər, inqiloylar, Quba-Xaçmazda tatlar, qırızlar, buduqlar, xınalıqlar, yahudilər və Xızı rayonunda tatlılar, sonra Dağlıq Şirvanda yekcinsdir. Belə deyək də, Gəncə Daşkəsəndə yekcinsdir. Sonra mərkəzi hissələrdə, yəni olsun Şirvan, Səlyan, onunla mərkəzi aran yekcinsdir. Sonra Naxçıvan yekcinsdir, 1,50, yəni bunlar yekcinsdir. Cənub bölgəsi Lənkəran, Astara, Talışların var burada. Şərqi Zəngəzur və Qarabağda kürdlər və ermənilər burada demək yerli xalqlar kimi var. Buna da diqqət edək. Əhalinin cins yaş tərkibi respublikamızda cins tərkibinə görə deməli kişilər 4891,2 min nəfər kişilər, 4918,8 min nəfər qadınlar təşkil edir. 2017-ci ildə məlumatına görə ölkədə hər 1000 nəfərə 1006 qadın düşür. Lənkəran, Astara, fikir verin, Lənkəran, Astara, Quba, Xaçmaz, Dağlıq Şirvan əhalinin cins tərkibinə görə qadınlar üstündür. Hansılar? Lənkəran, Astara, Quba, Xaçmaz, bir də Dağlıq Şirvan. Bu rayonlarda, iqtisadi rayonlarda Lənkəran, Astara, Quba, Xaçmaz, Dağlıq Şirvanda əsasən əhalinin cins tərkibində qadınlar üstünlük təşkil edir. Ölkədə son 40 ildə kişi və qadın arasında fərqin azalması müşahidə olunur. Bu xüsusilə son illərdə doğulanlar arasında oğlan uşaqlarının üstünlük təşkil etməsini özünü göstərir və doğulanlar arasında cins tərkibinin tənzimlənməsi üçün hökumət bəzi tədbirlər həyata keçirilməsi planlaşdırılır. Əhalinin yaş tərkibində Azərbaycan əhalisinin yaş tərkibinin gənclər və yetkinliklə mütləq şəkildə belə deyək də üstünlük təşkil edir. 2017-ci statistikasına baxaq, deyir ki, 22,5%-in 15 yaşına qədər, 71,3%-in 15-64 yaşa qədər, qalan 11%-in isə 65 yaşdan yuxarı olur. Ümumiyyətlə, məskunlaşma formaları iki cür olur, qrup və dağınıq dünyada. Azərbaycanda elə bu qrup kənd yaşayış formasına aiddir. Burada Avropa, Asiya, Afrika, həmçinin Azərbaycanda bunlar geniş yayılıb. Dağınıq isə əsasən fermadır, bir-birinə uzaq məsafədə yerləşən ferma, rançolar, fazendalar kimi ərazilər təşkil edir. Bunlar Amerika, Avstraliya və Şimali Avropa və Mərkəzi Asiya ölkələrində yayılmışdır. Dünyada şəhər anlayışı necədir? Məsələn, Şimali Avropa əhalinin sayı 200 nəfərdən çox olan, əksər ölkələrində 200 nəfərdən çox olan, Kanada, Avstraliyada 1000 nəfərdən çox, ABŞ, Meksikada 2,5-dən, Hindistan, İranda 5000 nəfərdən, Yaponiya isə 30.000 nəfərdən çox olan şəhərlər, əhalisi çox olan məntəqələr şəhər sayılır. Ümumiyyətlə, əhalinin şəhər əhalisinin çoxalması, şəhər həyatının yayılma prosesi urbanizasiya adlanır. Bəs Azərbaycanda urbanizasiya necə olur? Azərbaycanda şəhər 5000 nəfərdən çox olan və kənd təsərrüfatına məşğul olmayan, çox hissəsi kənd təsərrüfatı ilə məşğul olmayan məntəqələr şəhərlər adlanır. Azərbaycanda kənd yaşayış məntəqələri üstünlük təşkil edir. Burada belə deyək də, kəndlilər orta hesabla 750 nəfər adam yaşayır. Son zamanlar isə kəndlərin sayı azalmış, əhalinin çox hissəsi harda? Paytaxtda, Bakıda məskunlaşmışdır. Hazırda Bakı, Sumqayıt şəhərlərində eyni zamanda bir çox iş yerlərinin açılması, sürətli müxtəlif fabriklərin, sənaye sahələrinin açılması bütün əhalinin Bakıya cəmlənməsini gətirib çıxardır. Ölkə əhalisinin 53%-dən çoxu şəhərdə yaşayır. Yəni respublikamızda 53% əhali şəhərlərdə yaşayır. Yerdə qalan 47% isə kəndlərdə yaşayır. Əhalinin sayına görə ən böyük şəhərlərimizdən Bakı, Gəncə, Sumqayıt, Şirvandır. Bakı Qafqazın ən iri aqlomerasiyasıdır. Burada 2,2 milyon nəfər əhali yaşayır. Onun 23% qədəri şəhər əhalisi, 43% qədər isə buradan. Yəni ümumiyyətlə ümumi əhalinin, Azərbaycan əhalisinin 23% budur. Şəhər əhalisinin isə 43% budur. Şəhər əhalisinin ümumi 53 deyildi, 10% digər ərazilərdən yaşayan, şəhərdə yaşayanlardır. 43% isə Bakıda yaşayanlardır. Ümumi ölkə əhalisinin sayı isə 23%-dir.
Azərbaycanda kənd və şəhər əhalisinin nisbətinə baxaq, fikir verin. Son 1917-ci ildə kənd əhalisinin sayı çoxalır. Və çox idi daha sonra. Sonra yavaş-yavaş 1970-ci illərdən etibarən artıq şəhər əhalisinin sayı artmağa başlayır. Kənd əhalisinin sayı azalır. Nəticədə 2012-ci ilin diaqramına baxsaq, şəhər əhalisi çox, kənd əhalisi azalır. Bakı aqlomerasiyasına daxil olan ərazilər var. Məsələn, Bakı ətrafında Sabunçu, Suraxanı, Şüvəlan, Pirallahı, Maşdağa, Pirşağa, Biləcəri, Sumqayıt daxildir, Peyk şəhəridir. Rayonlarından Nərmənov, Sabunçu, Xəzər, Pirallahı, Suraxanı, Nizami, Xətai, Nəsimi, Səbail, Qaradağ, Yasamal və Binəqədi rayonlarından ibarətdir.